Hamıya salam dostlar, mən Vasif. Yeni videosuna xoş gəlmisiniz. Bugün yanımda yenə Ziya var. Ziya necəsən? Sağ ol, sən necəsən? Ağır. Axırıncı ayaq məşqindən sonra ayaqlar paramparçadır. Bugün də məni çağırıb ki, kürək məşqi eləyək. Kürək məşqi yaxşı keçəcək inşallah. İnşallah başlayaq. Başlayaq görə nə edir? Vasif birinci əyimiz fulldan olacaq. Aha, kürək üçün. Kürək üçün. Birinci razmika qızışdırmaq, sonra Həmişə kimi 4 hərəkət artıra gedəcək. 4 podxod artıra gedəcək. Bu kürəyin orta hissəsi üçündür. Belə də ziyada göstərək. Bu hissəyə daha çox aktivlənir. Yəni ki, məqsədimiz kürəyin hər bölgəsini işləmək olacaq. Birinci yenə razmika girəcək, sonra mən girəcəm, həmişə kimi bir-bir basaq geçsin. Davay. Bir dənə də eləyəndə bizə duruş, əsas məsələ duruş məsələsidir. Durduq, bas. Sinə qabaqda. Çox arxaya yatmırsınız. Yəni arxaya yatanlar var, belə yatırlar, edirlər. Yatmırsınız. Durursunuz, təmiz şəkildə kürəyə latları polunu buraxırsınız ki, kürəyə dartılsın, bu hissəni sıxışdırırsınız. Əsas yanlara da vurur, amma əsas məqsədimiz burada lapatkaları bütün işlətməkdir. Neçə neçə vurasın? Ondan aşağı olmasın da, 11, 12. Allah. Hop. Allah. Şu. Neçə girəsin? Girək də bir 65 ilə 70 ilə başlayaq. Sonra artıra gedir. Şu. 77 geç. 70 onun. Onu. Sonrasında da baxarıq gedər. Bismillah. 60-dan başlayacağım. Başla problemdə. Eləyə bildiyim çəki olsun. Ya Allah. Hop. Yəni 1 2 Hop. Oo, süper. Hoppa. Allah. 75. Aha. 1. 45 45 saniyə, 1 dəqiqə. dincələk. Dincəlik. Dincəlmək hər podxod arası önəmli deyil. Hər videoda deyirik, hər məşqdə deyirik. Ona görə vaxt yaxşı dincəlin. Davay. 1 2 3 8 Tut. Bir dənə sıx. Hop. Oo, əla. 80. Aha. Arada danışırdım. Böyle sakitçilik də. Atı, birazdan qızışacaq. Birazdan qızışacaq. Yəni birinci hərəkət ayırmamış. At senin söhbətini eləyək də. Kürək məşqinin zadını deyirlər, 5 dənə, 6 dənə hərəkət işləyirlər. Ha. Ya mən sənə sual verim ki, sən də belə dedin də. Yəni 4 dənə hərəkət, çotku məşq bəs eləyir. Ha, 4 dənə. Yaxşı. Hə, nə oldu? Keçən dəfə yaxşı idi. İndi nəsə Ay, təzə daha deyən ayılaqdır abi. drop set girəcəyik. Axırda girək. Hə? Yəni bu üstçə də bir dənə də qalıb. Getdik. Qəşəng. Maksimum lapatkalar. Videoda bu lapatkalam sənə boyda çıxır. Doğru. Vallahi belə. Şəng. Əli lisan dayda əvəzlər. Qənətlərim kimi. Hə, dənk. Həmişə demirdim, sən mənə motivasiya versən. Motivasiya versən. Motivasiya versən. Motivation. Hava getdik. Yəni bu boyda olmağında məsələ mənəm ha. Tamam var. 6. Davam 7. 8. Son dənə. Yax, Getmədi. Əla. oldu ki. Bəs. Drop set girəcəyik Ha, axı. ha, bir dənə drop set gedir. Neçə? Hələ bir dənə axıra qoy ha. 100. 100. Всё. 100. Bir dənə 100 çək, birdən inanmazlar bizə. Bax 100. Bundan sonrası yoxdur. Ha. 100 neçə? 170. 3 dənə girəcəyik. Ha, 50 bəs. 170, 50 saylar. 8, 10, 12. 8, 10, 12. Всё. İnşallah axırda sağ çıxarıq. Bir dənə dincələk. Gələn məşqin pulsuz mənlik. Ya bunu götür də da. Hə? Dedim o boyda. Onun başını bırax. Bunu götür. Təbibin başını bıraxın. Ha. Təbib, sənin başı bıraxdıq. Sən bir mənə xəyanət elədin. Məşqə gəlmədin. Məşqə gəlmədin. Bizi yarı yolda bırax. Gəlmə sən. Həbiblə o fərqi oldu. Sən keçdin Həbibin sırasına. Gələn ay sənin aylığını kəsəcəm. Verəcəm təzə qaqaş. Gedək. Bismillah. Davay.
Ha, say be. So, səndədir. Bismillah. Hoppa. Davay. 2 3 4 5 qəşəng 6 7 8 Allah 70 Davay. Hə. 1 2 3 4 yanma 5 yanma 6 yüngül 7 yüngül 8 9 9 oldu. Dart ne geçse gitti. Davay. Yüngül 1 aşağı negatif 2 3 4 5 6 son 2 son 1 tek sık aşağıda sık yavaş yavaş negatif Dolmuş. Allah. Neçə qoyaq? Ben 80 girərəm 5 dənə mən o qədər ağır Evet. 5 8 10 Allah. 80 60 60. 40 40. Allah. 20 azaldıram. Allah. Negatif qəşəng edirəm. Oh, süper. Doldur. 1 2 3 ha 4 5 Hoppa. Давай, давай. Давай. Haydi. Hop. Ha. 1 2 3 4 5 6 7 son bir daha. Qəşəng. Nerede bir yanma. Ha, Allah. Yüngül ve et saat. Davay. Getdi. 1 2 3 ha 4 5 6 7 son bir daha. Sık. Yavaş. Partlayış. Birinci erkek kimi Süper. məşqlərə sağ. Ha? Deyirəm birinci erkek kimi. Bunu elədiniz bəs bizdir daha. Bunu elədiniz bəs. Deməli 4 setdən yüngül çəkiylə birinci razımka. O bir çəkilər, yenə edə bildiyiniz çəkilər. Hər videoda deyirik. Edə bilmədiyiniz çəkilərin altına girib özünüzü zədələməyin. Düzdür ya? Düzdür. Təmiz çəkilər işləyin, sərgəli işləyin. Müəllim. Ya bunun yerini dəyişmir. Sanki düz işləyir. Deməli, bir getdi. İkinci hərəkətimiz rofdur. Aparatda rof sazıyır. Bunu 3 eləyəcəyik. 3. Ha, çəkini qaldıra. Aha. Çünki 2 dənə dalbadal rof hərəkətimiz olacaq. Ona görə bunu da 3 eləyəcəyik, obrusunu 3 eləyəcəyik. Getdik. Çəkilərdəki 55. aparatımız fundadır. Close gripdə, yəni 3 bucaq. Maksimum hədəfimiz də lapatkalar, kürəyin bu hissəsi. Bax bir də arxadan çək. Arxadasını da bax. Çək. Qaşı. Maksimum çiyinləri buraxırsınız ki, kürək dartılsın. Maksimum arxaya çəkəndə kürəkləriniz sıxılsın. Və yenirəm, hər təkrarı kürəklərinizi sıxmağa çalışın. Kürək ağır hərəkətdir, ağır əzələdir, böyük əzələdir. Burada polunu buraxmamıza məqsəd kürək çiyin əzələsinə bağlanır. Çiyininizi nə qədər qabağa buraxsaz, kürəyiniz bir o qədər stres olar, dartılar. Və bir nə qədər dartsaz, bir o qədər şiddət kürəkdə olar. Yəni kürəyinizi daha çox hiss eləyərsiniz. Ona görə düzgün və sərgəli işləyin. Neçə girik? 10. Hoppa. Haydi. 1 2 3 Cəbədə bəzi zallarda var ki, bəzi idmançılar da, bəzi dediyim təzə başlayan idmançılar. 6-7 dənə hərəkət işləyir kürəyə. O mənasızdır ha. 4 hərəkət elə, stres yarat, Şiddət verir. ha, şiddət və şoka sal əzələni böyüyəcək də yavaş. Bir də geri tənbəllik eləməyəsən də. Özünü ruhlandırasın. Disiplinə salmaq lazımdır. Məşqləri disiplin eləmək lazımdır. Telefonu qırağa qoymaz. Məşqi qutarıb sonra nə işdir? Lağlağan da qırağa qoymaq lazım ki, səliqəli məşq edilsin. Fikrin özündə olsun. Bir də 4 hərəkət biz nədən ibarət olsun? Kürək məşqidir. Mütləq 2 dənə çəkiş hərəkətimiz olsun. O məsələn bizim məşqimizdə də birinci yuxarıdan çəkiş elədik. Bir də ortadan çəkiş. Yəni kürəyin bazavi hərəkət deyirlər də onlardır. Başlanğıc səviyyələr aparat eləyə bilsə daha yaxşıdır. Çünki kürək sərbəst hərəkətlər ağırdır eləmək. Çox adam belə əyilə bilmir. Mən də bu O hərəkət yırtıq zad olmasın da beldə. Ona görə başlanğıc səviyyələr aparat Hələ məşq eləyək ki, daimi məşq eləyək də, yəni zədələməyəsiniz. zədələməyək özümüz.
Çox girdin, çox söhbət elədik. Getdik. İkinci podxat. Davay. 1 2 3 Getdik. 1 2 3. Əla. Bir də Vasif, zalda bir sənin də yaxşıdır. Nə? Yaxşı paron olmalıdır. Əlbəttə o heç də. Sağlam rəqabət. Deyir, qəşəng param varsa 1-0 qabaqda. 100%. Yaxşı sağlam rəqabət. Yenə də partnyordan partnora fərq var ha. Məsələn, mənim partnyorum 100 kilodur. Mən 70 kiloyam. Arada əlbəttə ki fərq olacaq. Onu qaldırıb çəksə mən qaldıra bilməyəcəm. Söhbət ondan getmir ki. Amma mənim bacardığım şey ona çatdırmaqdır, onunla dirəşməkdir. Məsələn, keçən dəfə ayaq işlədik. Mən 2 gün ayağımın ağrısı mən boydadım. Ailə məndən demirsiniz, buradan aşağı, qurşaqdan aşağı. Amma ləzzət eləyirdi də, hiss elirdim ki, mən bazar günü ayaq işlədim. Ona görə yaxşı partnyor 1-0 qabaqdır mənə. Şən. 3 4 Sabah da kürəyimiz ağrıyacaq. Zordur. Mən də onu istəyirəm. Getdi. 8 9 bir dənə də 10. Super. İkinci hərəkət kimi kürəyin lapatkalar hissəsinə məşqləri əlavə edirsiniz. Yenə də hər dəfə deyirəm, edə bildiyiniz çəkilər. Düzdür, kürək ağır hərəkətləri sevir, ağır çəkiləri sevir. Ona görə edə bildiyiniz çəkilərlə özünüzü zədələmirsiniz. Mümkün qədər ağır çəkilərə girməyə çalışırsınız. Yenə də kontrollu şəkildə özünüzü zədələməyin. Keçək üçüncü hərəkətə görə nə işləyirik? Aha. Bunu həbki pilada deyirlər, orada eləmə deyil. Belimizi izolyasiya edək də, bu yırtıqdan zatdan uzaq eləyək. Sökürük bura. Dizimizi qoyub ora sökürük, özümüzü sökəcəyik bura. Yəb ki, bu hərəkətin, tək-tək dartılan hərəkətin və yaxud barbellə elədiyimiz hərəkət, düz barla, bu elə bir ki, daha straxovkalıdır. Daha tədbirli hərəkət edirsiniz ki, çünki çox adamda beldə problem olur. Sinəvizi bura dirəyəsiniz, necə göstərəcək, biz eləyəcəyik. Mümkün qədər sayı yüksək vuracaq amma. 10-12 təkrar arasında maksimum buraxırsınız yenə. Kürək dartılır, qasıqlar hissəsinə dartırsınız. Bax bura. Qəşəng. Bax bu hissə. Əla. Bir də çox boyu hündür olan adamlar var. Məsələn, 1.90, 1.80. Düzlüyə 1.80-da, yəni 1.90-da olanlar. Bu dizə çatmasalar, ayağını bura dirəyə edə bilərlər. İndi onu da eləyərəm. Boyları da verəcəm. Onu da eləyərəm, bax. Hə, onu da eləmək olar. Görürüm sənə? Yox, özüm götürəcəm. Mənim boyda olanlar, məsələn, 1.70, 1.75 olan adamlar. Kömək eləyim də sən? Yox, götürəcəm. Getdik. Allah. Sür. 2 3 4 5. Bunu da üst patxod eləyəcəyik. Üst patxod eləyəcəyik. Bu da prosto stabil çəkinə eləyəsiniz. Adamdan adama dəyişir. Kimisi 20 kilo, kimisi 15 kilo, kimisi 17 kilo. Bir çəki ilə 12-12, 10-12 arası maksimum dartırsınız. Getdiniz ya, ikinci patxod. Ayağımı sökədim. Bu ayağı belə elədim indi. Sür. Oba. Bunu ver də mənə. Bayaqçı da artist elədim, getmədi. Hoppa. Sür, məndədir. Getdik. Hop. 1 2 3 4 5 6 7 8 9 10. Vasif, gəl bir dənə belə eləyək də mən. Neyini? Yəni xahişimi yerə salmaz. Buyur. 2 dənə bunu eləyək, 2 dənə də pila eləyək. Eləyək də yaxşı. Ola? Onda 2 dənə stoykalı getdi. Hə. Bir dənə tək-tək çıxaq. Hə. Şöyle yaxşı hiss eləməksiniz. Qalsın, yoxsa belə fırladın bunu? Bura məncə yaxşıdır. Hə, onda bunu çək. Işıq kimi. 27 nə idi? Eləyək. Sayın neçəni savurasın? 12. Çox. Bir də eləyəndə bunu da yüngül vari baş salsan. Hə, Sən bu qolla başla ki, oradan qəşəng düşsün. yaxşı. Başladı. Söykədin əlbi belə. Bir diz qabaqda bir belə. Tutdum, tıxlat. Axırı ki, bir. Eyni səviyyədə çiyin buraxırsınız. Evet. Bel qozbel olmur. Bel düz olur. 5. Qəşəng. 6. 7. Əla. 8. 9. 10. Əla. Sol sağ ayrı. Son bir. Əla. Necə getdi? Əla. Yaxşı vurur. Qəşəng. Bir də burada çalışın. Bel belə qoz bel yox.
Şux dursuz, raket kimi, düzgün. Getdi. Hoppa. 8 9 10. Necədir? Ağla. Qəşəng. Çox adam deyir ki, kürəyi hiss eləmirəm. Yəni və yaxud yaxşı eləmirəm. Hiss eləmirəm, gücüm çatmır. Bu məşqdən sonra yoxlasınlar. Gedəcək. Hiss eləyəcək. Bir də əzəllərin içində ən çətinidir kürək hiss eləmək. Çox çətindir. Kürək- Kompleks əzələdir deyə. Yəni ayağı hiss eləmək nə qədər asandısa, 5 dəfə belə oturdur, ayağı hiss Hiss eləyəcək. eləyəcəksən. Amma kürək elə deyil. Əzələlər içində ən kompleksidir. 2 səkkirik də dedin. Ha, hop. Sö, səndədir. 10. Bundan sonra bir hərəkət qalıb da. Sö. Sonra basarıq qədər. Sö. Deyirəm bəlkə maykası elimdən qəşəng düşsün. Elə də. Həmən səhv görürsən. Nə olacaq? İzləyicilərimiz də görsün ki. Boş deyil. Haydi. Getdi. 1 2 3 4 5 6 7 8 9 10. Getdi. Ha. 1 2 3 4 5 6 7 8 9 10. Süper. Allah. Ha, Vasif, dördüncü hərəkətimizdə ploverdir. Aha. Bunu 4 eləyəcək. 4 set. Ondan aşağı olmasın da say. Hissiyat üçündə. Ha, hissiyat. Axırıncı hərəkət kimi, bitirici hərəkət kimi 4 set məşqlər əlavə edirsiniz. Şu, sən başla, dalınca mən göstərim. Bunu düz barla da eləyə bilərsiniz, iplə də eləyə bilərsiniz. Biz seçimimiz ipdir. İstəyənlər düzlə də eləyə bilər. Şu. Maksimum qollar buraxılır. Yenə də kürək stres olur, kürək dartılır. Aşağıda qəşəng sıxışdırırsınız. Bu elə bir ki, şeyin alternatividir. Qantellə belə elunan bir hərəkət var. Schwarzenegger'in videolarında görərsiniz. Çox adam zalda eləmir onu, bu hərəkəti. Ha. Bu onun alternatividir. Amma çox ağır hərəkətlərdən biridir o. Hiç. Allah. Bir də bunu eləyəndə daha çox təzə idmançılar eləyə bilməyənlər eləyir. 2 səhv var. Birincisi belləri qozbəyə olur. Kürəyi heç hiss eləmirlər. Bunu birinci düzəltmək lazımdır. İkincisi də dartanda bunu açmağa çalışırlar. Elə bir qolaqas işləmək üçün. Bu kürək yox, qolaqasına daha çox vuracaq. Burada eləməyiniz şey, götürdünüz düz vəziyyətdə. Biraz əyilirsiniz dizlərinizi qırmaq şərtindən. Dartırsınız bax bura. Qollarınız da belə fantastik şeylər eləyib açmayın. Qolaqasını daha çox hiss eləyərsiniz. Buradakı hədəfimiz kürəkdir. Burada kartlara qoyacağım. Başlanğıc səviyyələr üçün kürək məşqimiz var. Burada orada daha detaylı başlamışam. Girib baxa bilərsiniz. Evet. İkinci set. Davay. İkinci set məndə. Əgər bunu eləyə bilmirsinizsə, bu formanı eləyə bilmirsinizsə, yəni duruşu tuta bilmirsinizsə, burada alternativ eləyə biləcəyiniz öyrənənə qədər. Burada biraz yataq vəziyyətdə düz durursunuz, cuzi əyilirsiniz qabağa. Yəni belə əyilmirsiniz. Belinizi qozbel kimi yox. Bunu aşağı vəziyyətdə darta bilərsiniz. Bu da kürəyə işləyir. Yəni başlanğıc səviyyələr üçün öyrənənə qədər hələlik idarə edə biləcək bir duruşdur. Amma yenə də irəli səviyyə üçün öyrənəndən sonra bu duruş hamısına idealdır. Üstünə əlavə nəsə eləyəcəyik. Bir dənə bonusunu söyləyək. Nə eləyək? Mən elə bir şey fikirləşirəm.
Kanat ver abime. Asla yalan söyle. Spor konusunda asla yalan söyleme. Üç. Həbib Hasan qatılacaq məşqimizə. Hə? Həbib. Həbibi, bəlkə o oğlansa var məşqlərimizdə. Onu deyirəm. Deyir ki, bir yağ dedim istəmədi. Arada onu çək. O da mənim tələbələrimdən biri olubdu. Zalımızın o toylarda var. Ağzı içine gir. Toylarda var. Oturub belə gələcək gibi. Yemeği yiyəndə gəl ağzı için. Hop. Getdi. Nasıl? Hə. Bunu 14 eləyə bilərik. Mən yox, amma sən eləyərsən. 14. Aha. 2 dənə eləyəcəm. 14. Drop set eləyirsən. 14 8 bəs. Yaxşı. Say ver. 10 10. 10 10 yaxşı. Görüm getsə 10 olmasın 8. Davay. Səndədir. Davay. 1 2 3 4 5 6 7 8 9 10. Həla. Davay. 1 2 qışı 3 4 5 hala 6 7 8 son 2 yanma son 1 Uşaq oldu. bir dənə kürəvi sıx Şuraya sıxma mənlidir. Olmaz. çox vermə arxaya biraz belə yat ay sağ Var nəsə? darvaza kürək Qarala şey. Yoxdur bir şey. mən də 12 8 10. 12 mən 8 gəlirəm yəqin 8 8 7. dartmalı 12 6. hə 12 6 Davay getdi. 1 2 3 4 5 6 7 8 7 qoy Rahat 1 2 sık 3 hala 4 5 6 ha 7 8 Yaxşı hala bunun üstündən turnik nə gedər Mənə gelmir. məndə gedər Sen ben de orada eləyim. Sen burada. yox eləyərik Ha? alternativ bir hərəkət dirdim baxaq sonrasına öz aramızda söhbət edərik turnik Ha, ha problem yok. videoda bir avramayaq bu da 4-cü hərəkət demək olar kürəyin hər bölgəsini işlədik 4 set məşqlərə əlavə edirsiniz bu qədər başqa nə deyim bonus hərəkətimiz face pull hərəkəti olacaq çiyinin arxası üçün bunu çiyin məşqində də eləyə bilərsiniz kürə məşqində də eləyə bilərsiniz kürə məşqində eləməyimizin məntiqi kürə üçün ki arxada pütö əzələdir və çiyin arxası da kürəyə bağlandığı üçün yenə də çiyin bədəni estetik və böyük göstərən əzələlərdən biridir face pull eləyəcəyik eləmə qaydası da yenə də məşqlərimizdə var bir də face pull eləyəndə çalışın alın səviyyəsi, yəni baş səviyyəsi əgər sizin zalda tros aşağı yuxucub qalxırsa alın səviyyəsinə qoyursunuz bunu iplə də eləyə bilərsiniz məndə belə bir aparat var tros, mən bununla eləyəcəm eləmə qaydası 3 bucaq səviyyəsində elə bir ki biceps sıxırsınız biceps pozası verməyə çalışırsınız durdunuz bu vəziyyətdə sıxışdırırsınız bu bunu 3 setdən 10-12 təkrar arası bacarırsınızsa 15 təkrar da vura bilərsiniz. Əla. Bir dəsi yoxdur. Yox. 8 qoyuram sənə. Ha. Vurarsan. Elə bir şey, biceps sıxırsınız, biceps pozasında çiyinin bu hissəsini işlədir. Yəni də dediyim kimi, kürəyə bağlı bir əzələdir. Kürəyi də çiyin arxası kimi estetik göstərən əzələlərdən qurur. Məşqlərinizə mütləq
çiyin məşqlərinizdə, ya kürək məşqinizdə çiyin arxasını es keçməyin. Yəni eləyin, ərincəni eləməyin. O top kimi çiyinlər istəyirsiniz, quru qabay. Əsas budur, çiyin arxası. Qabay da qəsdən. Bax, bura. Mütləq. Hər məşqinizə əlavə edin. Şu. Aşağı eləmədim ha. Ay, gözlüyüm. Bravo. Hoppa. Əla. Bir də bunu işləməkdə məqsəd nədir? Qol arxasına bu xətt hissəsi var. Qol arxası, çiyin arxasını işləsəz, qol arxasına xətt düşmə ehtimalı böyükdür. Çünki bütöv əzələdir. Çəkin artırmadın lan, 8-dir bayaqsın. Yaxşıdır, bas. Yaxşıdır. Dolu bir çiyinlərin. 9. Oo. Əla. Kürək məşqimiz yekunlaşdı. Ziya, məşq üçün çox sağ ol. Sən də sağ ol. Kim istəsə bu məşqi öz məşqlərini əlavə eləyə bilər. Bir də çalışın, düzgün və səliqəli məşq eləyin. Yenə dediyimiz kimi kürək ağır əzələdir, ağır hərəkətdir və tək eləməyə çalışın. Bir əzələ qoymayın. Qoysaz belə qol qabağı və qol arxası əlavə eləyə bilərsiniz. İnşallah Ziya, başqa məşqlər də eləyək. İnşallah. Sinə məşqimiz qalıb, qol Ha, məşqimiz bir qalıb. dənəsin. Onlar da məşqləri əlavə eləyərik. İnşallah. Çəkərik bir yerdə. Oldu. Sağ olun. Videonu bəyənib abunə olmağı unutmayın. İnşallah. Bir oldu sağ.